Anam həmişə istəyir mən tanınmış biri olum. Ola bilər ki, sən elə onun arzusunu yerinə getirirsən. Ona qismət olmadı bunu görmək. Amma onu elədim. Mən çox istəyərdim ki, o mənə görsün bu uğurlarımı, sevinsin. Mənim üçün böyük uğurdur bu hansısa bir televiziya kanalında mahnı oxumaq, meyxana demək. Mən o kasıbçılığı, əziyyəti görüb gəlmişəm bu yerlərə. Sənin meyxana deməklə qarşı çıxan Atom bugün sənə dəstəkləyir. Hə, mən atama sevinirdim meyxanada. Yəni burada avaraçılıq yoxdur. Mənim o bir balaca deyim, xırda bir uğurum idi anam üçün. Ona sevinirdim. Gəldim evə, xonçanı atdı üstümə, konfetlər, bizim də adətdim. Ya bir dənə maşın alırdım, sevinirdi. Konfeti belə tullayırdı maşına. Deyirdi ki, görürdüm də, bir dənə anı sevdirmək biz, sən nə deməkdir, sevindirmək. Ortaq nöqtəmizdir. Mənim də anam həmişə mən televizorda görmək istəyirəm, ona da qismət oldu. Yəni bugün mən efirə çıxıram. Qızım gəl oturur, belə baxır efirin qabağına, hərdən videosunu çəkib göstərirlər mənə. Mən istəyərdim ana.